Biz de bir kimseye xətər toxunmasın deyə doğma insanların ziyarətinə gizli bir marşrut seçdik. Bu yol Mosul, Kərkük yoludur. Hələbdən 100 kilometr aralanmışıq. Sürücümüz Mustafa ilə Süvarilər kəndinə qədər bizi aparmağa anlaşmışıq. Mustafa Ərəbli tayfasındandır, qızılbaşdır. Yol boyu kəndlərlə bizi tanış edir. Bu Qaraşıqlı, bu Afşar kəndi, bu kənd Bayat kəndidir. Mustafanın dayıları Ağdaş kəndində Bəydilli tayfasındandır. Mustafaya dayıları ilə görüşməyi təklif etdi, razılaşdı. Ara sıra kameranı yandırsaq da bunu elmi araşdırmalar üçün etdiyimizi söyləyirik. İlk dayanacağımız Çobanbəyindən bir neçə kilometrdə olan Ağdaş kəndi oldu. Mustafanın qohumları dövlət qurumlarına telekamera olduğunu bildirməyəcəkdilər, buna əmin idik. Bizi qonaq kimi çox gözəl qarşıladılar. Bunların beyi, hepsi beydir. Əhməd İsəni Hüseyin Əhsən ağa xüsusi olaraq dəvət etdi. Bəydilli tayfasında Əhməd İsa tarix və söz yaddaşıdır. Türkmən tarixini dədələrdə nəqs edib öyrənən Əhməd İsa'nın ilk sözü şeir oldu. Dünyayı tuttu da Türkmenin ünü. Bayağı söyledi. Burada ayırdan başlıyor. Yiyin de. Sint Nahri'nin geçince Ceyhun'un suyu. Sint Nahri. Sint. Nahri Sint. Hintler. Sinin içinden geçer. Pakistan'ın içinden denize dökülür. Sint Nahri. Sint Nahri'nin geçince Ceyhun'un suyu. Seyhun da var orada. İskeletliğimiz Konya'nın çölü sonunda. Bütün kahramanlar Türkmen'de gelme. 15.000 muharip başta Alpaslar. Birbirini severek el ele veren. Rumbeyi Kayser'i esir eyleyen. Cihanda seslenen Türkmen'de gelme. Ne uyar? Müslüman yani. Allah'ın Kur'an'ına, emrine uyar. O yolu tutar. Allah'ın kavline, emrine uyar. Ehle şerfe denen Türkmen'de gelme. Şerfe ne? Uzun olur, başında şey olur. Atla böyle vururlar. Böyle atarlar yani. İşte cıda derler Türkçesi. Ahmet'im eline aldı kalemi. Benim ismim Ahmet. Sözüm hakikat mı yoksa hile mi? Caber Kalası'nda Şah Süleyman'ı, çöllerin sultanı Türkmen'de gelme. Əhməd İsa'nın tarix yaddaşı o qədər zəngin idi ki, bizlərin tarix kitablarında tapa bilmədiyimiz, min illərin tarixini Şumerdən, Yafəsdən, Ağşəmsəddindən, Əxi-İvrəndən, Şah-Xətaydən, Nəsimidən bizlərə bəlli olmayan həqiqətləri söyləyirdi. Bəydilli tayfasında Əhməd İsa tarix və söz yaddaşıdır. Türkmən tarixini dədələrdə nəqs edib öyrənən Əhməd İsa'nın ilk sözü şeir oldu. Dünyayı tuttu da Türkmenin ünü. Bayağı söyledi. Burada ayırdan başlıyor. Yiyin de. Sint Nahri'nin geçince Ceyhun'un suyu. Sint Nahri. Sint. Nahri Sint. Hintler. Sinin içinden geçer. Pakistan'ın içinden denize dökülür. Sint Nahri. Sint Nahri'nin geçince Ceyhun'un suyu. Seyhun da var orada. İskeletliğimiz Konya'nın çölü sonunda. Bütün kahramanlar Türkmen'de gelme.
15.000 muharip başta Alpaslar, birbirini severek el ele veren, Rum Beyi Kayser'i esir eyleyen, cihanda seslenen Türkmen değil mi? Ne uyar? Müslüman yani. Allah'ın Kur'an'ına, İman eyle. emrine Uyar. uyar. O yolu tutar. Allah'ın kavline, emrine uyar. Ehle şelfe denen Türkmen değil mi? Şelfe ne? Uzun olur, başında şey olur. Atla böyle vururlar. Böyle atarlar yani. İşte şöyle. Cıda derler Türkçesi. Ahmet'im eline aldı kalemi. Benim ismim Ahmet. Sözüm hakikat mı yoksa hile mi? Caber kalasında Şah Süleyman'ı, çöllerin sultanı Türkmen değil mi? Əhməd İsa'nın tarix yaddaşı o qədər zəngin idi ki, bizlərin tarix kitablarında tapa bilmədiyimiz, min illərin tarixini Şumerdən, Yafəsdən, Ağşəmsəddindən, Əxi-İvrəndən, Şah-Xətaydən, Nəsimidən bizlərə bəlli olmayan həqiqətləri söyləyirdi. Bunda yaşadı. Bəydilli dədələrimizlə söhbətlər nə qədər maraqlı idisə, zamanı qınayıb dədələrimizdən ayrılırıq. Sanki bir yuxu kimi, bir anın içində min illik Türkmən tarixini, cahan şahlığını quran dədələri, tarix və zamanın fövqündə yaşayan bir millətin taleyini yaşadıq. Vətən sevgisi imandan da kəlamını ömür yoluna çevirən bir millətin, ona türk, türkmən, tatar, nə adlanmasından asılı olmayaraq böyük turanı yaşadan millətin, biz hələ ölməmişik, ayaqdayız, inamına səcdə etdik. Yolumuz Süvarilər kəndinədir. Bu kənddə 95 yaşlı Niyazi dədə yaşayır. Qarabağ işte o atla aldı yoksa Ya alamazdı şeyden. Siz onlara nə deyirsiniz? Gavur mu deyirsiniz? gavurdur ya. Ne ya gavurlar ya. Gavurdur biz onlara. Türk müsüz, yoxsa türkmən deyə soruşduqda Niyazi dədə, biz türkün babasıyıq, əcdadıyıq dedi. Bəs niyə sizlərə türkmən deyilir? Dünya yaranandan bizlər haqqı tanıdıq dedi Niyazi dədə. Haqqın yolunda seçilmiş insanların yolunu seçdik. Musanı, İsanı haqq necə vermişdisə, eləcə də qəbul etdik. Məhəmməd Peyğəmbəri, son din olaraq İslamı seçəndə, gavurlar, əski dinlərinə inananlar bizə tərki iman dedilər. Gerçək Musadan, gerçək İsa'dan bir şeylər qalmadığı üçün, Məhəmməd Peyğəmbərin arxasında getdiyimiz üçün bizə bu adı verdilər, tərki iman, türkmən.